Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli müsəlmanlar. İnşallah bir neçə dərsimiz daha çox rədiyyə xarakterli olacaq. Mən rədiyyə mövzularına keçməmişdən öncə bir neçə məsələni qeyd etməyim yerinə düşərdim. Biz bu dərsləri edərkən bunu dedik ki, sələfin etiqadını, yəni məzhəbini qorumaq adına edirik və sələfin etiqadını xüsusən xəbəri sifətlərdə Həmbəli məzhəbində təlif edilmiş etiqad kitabları, həmçinin üsul kitabları ilə isbat edirik. Və bildirdik ki, kim bu kitablardan onun əksini bizə isbat edərsə, biz bundan məmnun olaraq. Və bizə bəzi müsəlmanlar tərəfindən bir neçə suallar ünvanlanır. O suallardan da biri budur ki, nə üçün siz məhz sələfi, yəni müasir sələfi cərəyanına qarşı danışırsınız? Biz də qarşılıq olaraq bildiririk ki, məhz müasir sələfi cərəyanının elm adamlarıdır ki, onlar istər sələfin yolunu fiqdə və etiqadda, daha çox etiqadda, xüsusən də xəbəri sifətlərdə, yəni xəbəri sifətlərin təfvid edilməsində insanlara bidətçilik kimi, insanlara azğınlıq kimi və insanlara zəlalət kimi çatdırırlar. Bunu nə üzrə edirlər? Təbii ki, bunu iftira, yalan və məsələləri təlbis etməklə, həmçinin məsələləri təhrif etməklə insanlara çatdırırlar. Və bunun nəticəsində sıravi müsəlmanlar arasında düşmənçiliyə və ədavətə səbəb olurlar. Və biz bu rədiyyələri, yəni bu dərsləri etdiyimiz əsnada müasir sələfi cərəyanının nümayəndələrindən biri olan Fərid Əbu İbrahim adlı şəxs bizə bir neçə rədiyyə ünvanlayıb. Təbii ki, bu rədiyyələr cəfəngahlarla doludur. Qəribə nədir? Bir neçə məsələni qeyd edəcəm. O məsələlərdən yəni birincisi odur ki, qəribəsi odur ki, bu insan təfvid etiqadını, yəni sələfin məzhəbini cəhmiyyə deyə adlandırır. Sonra isə təfvid etiqadında ən açıq ifadələrə sahib. Bu etiqadı bəyan edən və onu müdafiə edən İslamın və Həmbəli məzhəbinin böyük alimlərindən olan İbn Qudamə Əl-Məqdisinin Umda kitabını tədris edir, yəni o təqlid edir. İnsanlara tədris edir buna. Bu, təbii ki, cəhalətin və tərəddüdün görülməmiş üzüdür. İkinci məsələ nədir? İkinci məsələ odur ki, bu insan Əhməd ibn Həmbəlin etiqadını onun məzhəbində tarix boyu, qədim dönəmlərdən bu günə kimi yazılmış etiqad və usul kitabları ilə deyil, müasir dönəmdə mütəxəssis olmayan insanlar tərəfindən, Əhməd Qarib və onun mislində olan insanlar tərəfindən təlif edilmiş kitablardan ispat etməyə çalışır. Həmin kitablardan müəyyən nəqillər gətirir, yəni müəyyən şübhələri gətirir, sanki məsələnin yönünü dəyişməyə can atır. Bununla özünü də həmçinin ətrafındakı insanları çaşqınlığa salır. Üçüncü məsələ nədir? Bu insan bizi yeni Həmbəli adlandırır. Halbuki bir insan yaxşı bilir ki, biz etiqadımızı imamımız olan Şeyx İbn Teymiyyədən qabaq yaşamış, həmçinin ondan sonra yaşamış, alimlərin təlif etdiyi üsul və etiqad kitablarına dayandırırıq, ancaq onu etiraf etmir. Yəni əslində özünün dediyi kimi, səmimi olsaydı, əslində etiraf edərdi ki, bəli, biz Şeyx İbn Teymiyyənin görüşündəyik, sizsə digər əksər Həmbəli imamlarının görüşündəsiniz. Təbii ki, elm bundan, yəni ondan bunu tələb edir. Dördüncü məsələ nədir? Dördüncü məsələ odur ki, bu insanın dərslərinə qulaq asdıqda, bu insanın həm şəri elmlərdən, yəni alət elmlərdən, həmçinin məzhəb elmlərindən kifayət qədər dayaz elmə malik olduğunu görürük. Və bu səbəblə biz də qərara gəldik ki, həm alimlərimizin yolunu qorumaq adına, həm sələfin məzhəbini qorumaq adına onun danışdığı məsələlərə cavab verək, onun danışdığı şübhələrin batilliyini, həmçinin onun cahilliyini isbat edək və ağıl sahibləri də görsünlər ki, bu insanın danışdığı məsələlər nə qədər elmdən uzaqdır. Və indi biz bu şəxsin gətirdiyi birinci şübhəyə qulaq asaq. Eynən bugünkü yeni Həmbəli və kəlamçılardan olan Əşəri və Maturidilərin, onlardan olan təfvizçilərin dedikləri. Eyni sözdür. Cəhmilər bu əsərdə cəhmilərin dediyini bu günlər yeni Həmbəllilər deyir və onların həmfikirləri olan Əşəri və Maturidilər deyirlər. Bu insan bu şübhəsində Əbu Osman Əs-Sabuninin Əqidətü's Sələf və Əshab-ül Hədis kitabından 234-cü səhifədən, yəni məndə olan nəşrində 234-cü səhifədən Həmməd ibn Əbu Hənifə ilə cəhmiyələr arasında olan bir dialoqdan danışır. Həmməd ibn Əbu Hənifə deyir ki, biz onlara dedik, yəni cəhmiyələrə dedik ki, siz Allahın və mələklərin gəlməsi barəsində nə deyə bilərsiniz? Cəhmiyələr bildirirlər ki, mələklərə gəldikdə onlar səhv-səhv gələcəklər. Allaha gəldikdə isə biz Allahın bununla nə qəsd etdiyini bilmirik
və onun necə gələcəyini bilmirik. Sələf imamları da onlara qarşılıq olaraq bildirir ki, biz sizi onun necə gələcəyi ilə bilmənizi, yəni biz sizi mükəlləf etmirik ki, onun necə gələcəyini biləsiniz. Bizim sizi mükəlləf etdiyimiz nədir? Onun sifətlərinə iman gətirəsiniz. Və insan, həmin şəxs, burada ilk saxtakarlığını edir. Sanki məsələni elə göstərmək istəyir ki, cəhmiyyələrin bidət əhli olmasının səbəbi, cəhmiyyələrin zəlalət əhli olmasının səbəbi onların həmin sifətlərin mənasını bilməməkdir. Halbuki biz də bilirik ki, cəhmiyyələr və onların mislində olan tayfaların zəlalət əhli olmasının səbəbi heç də onların mənaları bilməməsi deyil, onların ümumiyyətlə Allah Taala'nın sifətlərini inkar etməsidir. Yəni, cəhmiyyələr ümumiyyətlə Allah Taala'da sifət anlayışını inkar edirlər. Yəni, deyirlər ki, Allahın sifəti yoxdur, heç bir sifəti yoxdur. Quran-ı Kərimdə varid olan bu şeylər Allahın özünə qayıdır, yəni onun zatına qayıdır. Və insan elə göstərmək istəyir ki, yəni təfvid etiqadını təbii ki, yəni insanlar da deyirlər ki, biz Allahın sifətlərinin mənasını Allaha həvalə etmək istəyirik, yəni Allaha həvalə edirik. Sanki elə göstərmək istəyir ki, təfvid etiqadının mənşəyi cəhmiyyəlidir. Sonra bu insan ikinci saxtakarlığı edir. Nə etmək istəyir? Cəhmiyyələrə aid, yəni sifətləri inkar edən tayfalara aid olan gələn nasları Quran və sünnətdə varid olan bütün sifətləri isbat edən Əhl-i-Sünnət imamlarının etiqadına tətbiq etmək istəyir. Bu da onu göstərir ki, bu insan sələf imamlarının, Əhl-i-Sünnət imamlarının sifətləri inkar edən tayfalarla sifətləri isbat edən tayfaların etiqadlı ayrımını bilmir. Yəni alimlər bu məsələdə ayrıma gedirlər. Onları tərəzinin eyni gözünə qoymayıblar. Yəni sifətləri inkar edən tayfalar ayrıdır, sifətləri isbat edən tayfalar ayrıdır. Və bu mənada Şeyx İslam İbn Teymiyyə rahimehullah Taala'nın Məcmu'l Fətava 6-cı cild 40-cı səhifəsində dediyi bir sözü təqdim edəcəm. Şeyx İslam İbn Teymiyyə rahimehullah buyurur: "Fəl-Mu'təzilə və nahvuhum yusammuna as-sifatiyyəte ellezina yəquluna innallaha Teala hayyun bihayatin alimun bi'ilmin qadirun biqudratin sami'un bisam'in basirun bibasarin mutekellimun bikelamin yusammunahum mucessimeten müşebbiheten haşviyyeten. والصفاتية هم السلف والأئمة وجميع الطوائف مثبتة للصفات كالكلابية والكرامية والأشعرية والسالمية وغيرهم من طوائف الأمة." Şeyx İbn Teymiyyə nə buyurur? Buyurur ki, Mu'təzilə və onların mislində olan tayfalar, onlar sifətləri sifatiyyə firqələrini, yəni sifətləri isbat edən tayfaları, yəni Allahın sifətlərini isbat edən tayfaları, Allahın həyat sifətini, eşitmə sifətini, görmə sifətini, həmçinin Allahın kəlam sifətini, qüdrətini isbat edən tayfaları nə adlandırırlar? Mücəssimə və müşəbbih adlandırırlar. Sonra Şeyx İbn Teymiyyə sifatiyyə firqələri kimdə onları bəyan edir. Və deyir ki, sifatiyyə firqələri bizim ümmətin sələfi, həmçinin imamlar, həmçinin bütün tayfalar, yəni sifətləri isbat edən bütün tayfalar, külləbilər kimi, kərramilər kimi, əşşarilər kimi, səlimlər kimi olan, kəmilər kimi bütün tayfalar, yəni onlar sifatiyyə firqələrindən sayılırlar. Bu nəqillə də biz nəyə görürük? Biz görürük ki, ümumiyyətlə alimlər qatında sifətləri isbat edən tayfalar, hətta onların içində səlimlər kimi, kərramilər kimi, kərramilər biz bilirik ki, mücəssimədirlər. Onlar kimi sifətləri bidət əhli tayfalar olsa da, Şeyx İbn Teymiyyə onları da sifətiyyə firqəsindən sayır. Yəni sifətləri isbat edən tayfalardan sayır. Onları sifətləri inkar edən cəhmiyyələr və Mu'təzilə tayfalarından saymır. Bu da bu insanın cahilliyidir ki, bu məsələdə ayrımı bilmədən, yəni cəhmiyyələr kimi zəlalət əhli olan tayfalara gələn nasları sələf imamlarının etiqadına tətbiq etmək istəyir və sanki göstərmək istəyir təfvid etiqadının mənşəyi cəhmiyyəlidir. Və biz indi bu şəxsin gətirdiyi növbəti şübhəni dinləyək. Sən bizə Buxar rahimehullahın harada Allah subhanahu və teala'nın üz sifətini onun mülkü, səltənəti, qüdrəti kimi təvil etdiyini göstər. Sən bizə İmam İbn Battah rahimehullahın harada uca Allahın təəccüb sifətini təvil etdiyini göstər. Bunun yerini bizə ver. Bunun məsələrini ver. Sən nə İmam Əhmədin adından, nə Buxarın adından, nə İbn Battahın adından bir mənbə, bir məsdər vermədin. İş belə olduğu müddətcə, sən bizə isnad vermədiyin müddətcə, biz sənin bu imamların adından yalan danışırsan deməyimiz haqq tərəfindəndir. Çünki bizə isnad vermədin. Bu şəxs bu şübhəsində bizim keçən dərslərimizdə İbn Battah və İmam Buxari haqqında gətirdiyimiz nəqillərə etiraz edir. Və bildirir ki, əgər siz bu nəqillərin isnadını göstərməsəz yalansız, gətirilənə kimi siz yalansızsınız. Ümumiyyətlə, mən həmin şəxsə bildirirəm ki, yəni səmimiyyətdən danışır, həm öz auditoriyasına səmimiyyətini bildirsin, həmçinin bizə bildirsin ki, nə üçün biz bir məsələni oxumuşuq illər öncə, ona vaqif olmuşuq və bilgi əldə etmişik və bunu insanlara bəyan etmişik.
hansı şər'i qayda və hansı üsulu qayda əsasında o bizə bildirir ki, siz bunun isnadını gətirənə kimi yalancısınız. Bunu bəyan etsin. Biz bunu ondan gözləyirik. Və indi mən həm İbn Battah rahimehullahdan gələn nəqli, həmçinin Buxari rahimehullahdan gələn nəqli oxuyacağam və isbat edəcəm ki, bizim danışdığımız şeylər haqdır. Həqiqətən bu nəqillər həmin imamlardan varid olmuşdur. İbn Battah rahimehullah Teala El-İbanetül Kubra kitabının 2-ci cildində 433-cü səhifədə buyurur. وَالتَّعَجُّبَ عَلَى وَجْهَيْنِ Təəccüb iki yönlüdür. أَحَدُهُمَا الْمَحَبَّةُ بِتَعْظِيمِ قَدْرِ الطَّاعَةِ O birinci məhəbbətdir ki, yəni o itaətin qədrini, şənini uca tutmaqda, onu əzəmətləndirmək səbəbi ilə olan məhəbbətdir. وَالسَّخَطُ بِتَعْظِيمِ قَدْرِ الذَّنْبِ Həmçinin günahın qədrini və şənini böyütmək, onu əzəmətli tutmaq səbəbi ilə olan qəzəbdir. Və min zəlikə qavlun Nəbi sallallahu aleyhi və səlləm və Peyğəmbər sallallahu aleyhi və səlləmin qövlü də bu qəbildəndir ki, Əcəbə rabbuka min şəbbin leysət ləhu səvva Sənin Rəbbin günahlara meyl etməyən bir gəncə təəccüb edər. Ey ənəllaha muhibbun ləhu Burada İbn Battah təvil edir. Təəccübü məhəbbət kimi açıqlayır. Ey ənəllaha muhibbun ləhu Allah onu sevir. Radin anhu Ondan razıdır. Azimun qadruhu ində Və onun qədri Allah qatında böyüdür. Bu birinci açıqlamadır İbn Battah tərəfindən. Və maraqlısı nədir? İkinci açıqlamanı verir və onu lüğətlə açıqlayır və bunu Allahdan tənzih edir. Bu da onu ispat edir ki, sələf imamları Allahdan xəbər sifətlərini lüğətlə açıqlamayıblar. Və təəccübü alə mənəl istinkar liş-şey Bir şeyi və o təəccüb ki, onu qəribə qarşılamaq yönündən olan təəccüb. Və təalə Allah an zəlik Uluvan kəbir Allah Taala belə şeylərdən uca və böyükdür. Halbuki bu, burada açıqladığın məsələ lüğətlə açıqlayır təəccüb məsələsini. Yəni dediyim kimi, bunu göstərir ki, sələf imamları xəbəri sifətlərin mənalarını lüğətlə açıqlamayıblar. Li'annəl mutəəccibə minəş-şey'i alə mənəl istinkari huvəl cahilu bihi əlləzi ləm yəkun ya'rifuhu Çünki bir şeyə təəccüb edən onu qəribə qarşılayandır. Bu isə öncələr bu şey barədə bilgisiz olan, sonra bilgisi olan cahil kimsəyə uyğun gələn vəsifdir. Sonra həmin şəxs həmin şeylə qarşılaşır, onu görür və yaxud onu bilir və bunu qəribə qarşılayır və buna görə buna təəccüb edir. Və cəllallahu an yusfa bizəlik Allah Taala isə sonra bildirir ki, Allah Taala isə belə şeylərlə vəsf olunmaqdan ucadır. Yəni bu onu göstərir ki, dediyim kimi lüğəti mənanı ondan tənzih edir. Yəni bu isbat edir ki, sələf imamları lüğəti mənaları Allahın, yəni xəbəri sifətlərini lüğəti mənaları həml etməyiblər. Sonra nə bildirir? Vəqad cəətis sünnətu. Yəni Nəbi sallallahu aleyhi və sələm bimə dəllə alə təəccübül əvvəl. Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn, sünnətdə gələn xəbərlər, yəni təəccüblə bağlı olan xəbərlər birinci qəbildəndir. Yəni onu təvil edir. Biz isbat etdik ki, həqiqətən bu nəqil var və İbn Battah rahimehullah təala onu təvil etmişdir. Həmçinin imamımız məzhəbimizin rükunu Əl-Qadi Əbu Yələ özünün qələmə aldığı İbtalü Təvilə kitabı 292-ci səhifədə buyurur. Yəni bunu İbn Battah'ın sözünə irad olaraq bildirir və onun təvilin yanlış olduğunu bildirir. Və bu da nəyə göstərir? Bizim alimlərimizin sünən kitabları haqqında kifayət qədər məlumatlı olduğunu göstərir. Nəyə görə? Çünki onlar yanlış bir məsələ olduqda, İmam Əhmədin məzhəbinə uyğun olmayan bir məsələ olduqda ona münasibət bildirirlər. Burada bildirir ki, Əl-Qadi Əbu Yələ bu məsələdə doğru üslub qeyd etdiyimiz kimi onun zahirində daşımaqdır. Bəyan etdiyimiz kimi bu cür etmək İmam Əhmədin bu kimi xəbərlərdə olan üsuluna daha yaxındır, daha uyğundur. Belə ki, burada onun sifətlərinin təvilə daşıyacaq heç bir əsas yoxdur. Yəni, İbn Battah rədd edir ki, burada onu təvilə daşıyacaq heç bir əsas yoxdur. Çünki həmbəllər qatında təvil haramdır. Onların qeyd etdikləri təvili isə səhih deyil. Çünki Uca Allah onların etdikləri feillər mövcud olmazdan öncə də bundan razı olmuş və mövcud olmazdan öncə bunu yüksək tutmuşdur. Təbii ki, bu müvaffət məsələsidir, bu başqa bir məsələdir. Həmin şəxs çox şübhən ümumiyyətlə bu məsələdən xəbəri yoxdur. Onun razılığı və təzimi xəbərlərdə gələn şeylərlə xüsusiləşmir. Bu səbəbdən həmin hədisi bu mənalara daşımaq səhih deyil. Çünki bu həmin sifəti faydasız olmayan şeyə daşımaqdır. Və Qadi Əbu Yələ bunu irad bildirir. Qaldı ki, Buxari rahimehullahın Allah Taala'nın vəcih sifətini mülki kimi təfsir etməyinə, yəni açıqlamasına, təbii ki, bu onun özünün qələmə aldığı Səhih əsərində gəlmişdi. Səhih əsərində təfsir kitabında Qasas surəsinin təfsirində İmam Buxari rahimehullah Teala buyurur. Kulli şeyin halikun illa vecih, illa mulkeh. Bunu Buxari rahimehullah özü yazıb olar. Bunu biz yazmamışıq. Bu şeylər hamısı göstərir ki, istər bizim İbn Battah rahimehullah Teala'dan, istər İmam Buxari'dən gətirdiyimiz təvillər həqiqətən onlardan sabit olmuşdur.
Və biz buradan görünür ki, həmin şəxs bu nəqillərdən xəbəri olmadan qarşıdakı insanları məsələləri saptırmaqda, təlbis etməkdə, məsələləri təhrif etməkdə ittiham edir. Bu da onun elminin nə qədər ziddiyyətli olduğunu göstərir. Və biz indi həmin şəxsin növbəti şübhəsini dinləyək. Deməli biz bu rivayətdən nəyə görürük? Məsələ heç də bu yeni Həmbəlinin iddia etdiyi kimi deyil. Sən demə bu rivayət batildir, doğru deyil. Bunu kim deyir? Məzhəbin rukun alimlərindən biri olan Əbu İshaq ibn Şaqilə. Bu şəxs bu şübhəsində bildirir ki, bizim keçən dərslərimizdə qeyd etdiyimiz İmam Əhməddən gəlmə sifətinin təvili ilə bağlı gələn rəvayətin batil olduğunu deyir və bildirir ki, bu rəvayət batildir, heç bir əsası yoxdur. Və biz də indi bu məsələni qısa da olsa müsəlmanlara izah edəcəyik. Ümumiyyətlə bilmək lazımdır ki, Həmbəl ibn İshaq bütün Həmbəli imamları qatında siqar abilərdən sayılır. Onun gətirdiyi xəbərləri etibar edilir. Ancaq əgər Həmbəl ibn İshaq bir məsələdə təfarrud edərsə, yəni bir məsələni İmam Əhməddən rəvayət edir, ondan başqa bunu heç kim rəvayət etməzsə, Xəlləl və onun tələbəsi və as-saylı Həmbəlilər bu məsələdə Həmbəl ibn İshaqın gətirdiyi rəvayəti etibar etməmişlər. Yəni onu rəvayət olaraq almamışlar. Və bu da həmin rəvayətlərdən biridir ki, Həmbəl ibn İshaq İmam Əhməddən gəlmə sifətinin təvilini tək rəvayət edib, ondan başqa bunu İmam Əhməddən heç də rəvayət etməmişdir. Və bunu dediyim kimi Xəlləl və onun tələbəsi və bir qism alimlər bu məsələdə ona etibar etməyiblər. Ancaq Həmbəli məzhəbinin əksər alimləri bu məsələdə bu rivayətin sabit olduğunu bildiriblər, bu rivayətin səhih olduğunu bildiriblər, ona müxtəlif açıqlamalar gətiriblər. Misal olaraq, bir çox alimlərimiz, həmçinin Əl-Qadi Əbu Yələ, məzhəbi rükunu, həmçinin İbn Zağuni, rahiməhullah Teala bu məsələləri qeyd edir. Onlar necə yanaşırlar bu məsələyə? Bildirirlər ki, bəli, İmam Əhməddən bu rivayət sabit olsa da, İmam Əhməddən rivayət olan əksər bu bağda gələn məsələlər zahiri üzrə buraxılır, yəni mötəməd olan bu sifətlərin təvil edilməməsidir. Bir çox alimlər, həmçinin onlardan İbn Rəcəb Əl-Həmbəlidir ki, o da bu məsələyə bildirir ki, bəli, bu rivayət səhihdir, ancaq İmam Əhməd bunu cəhmiyyələrlə münazirə vaxtı demişdi. Yəni bunu sanki ilzəm yönlü demişdi onlara. Çünki bildiyimiz kimi cəhmiyyələr Quranın məxluq olması məsələsində bir neçə dəlil gətirirlər, yəni onu isbat etmək üçün. Onlardan da biri o hədisdir ki, Quran qiyamət günü gələcək. Və onlar İmam Əhmədə bildirirlər ki, əgər Quran gələcəksə qiyamət günü, bu onu göstərir ki, o məxluqdur. İmam Əhməd onlara qarşılıq olaraq onları ilzam edərək bildirir ki, əgər siz Allahın gəlməsini, yəni gəlmə sifətini, onun qüdrətinin və əmrinin gəlməsi kimi təvil edirsinizsə, o zaman deməlisiniz ki, Quranın gəlməsi onun savabının gəlməsidir. Bəzi alimlərimiz, xüsusən Abdurrahman ibn Cavzi, İbn Aqil kimi alimlər də bu rivayətin İmam Əhməddən sabit olduğunu bildiriblər. Ancaq bununla da nə ediblər? Onu təvilə dəlil olaraq görüblər. O zaman ona görə də həmin sifətlərin təvilini icazəli görüblər. Buradan aydın olur ki, əslində bizim məzhəbimizdə gələn bu rivayət heç də əksər alimlər qatında batil deyil, sabitdir, səhihdir bizim qeyd etdiyimiz kimi, ancaq ona müxtəlif açıqlamalar veriblər. Yəni bu şəxsin dediyi kimi, yəni o çox güman ki, nə üçün o bu çaşqınlığa düşür? Çünki o bizim alimlərin, imamların, müctəhid imamların təlif etdiyi kitablara deyil, Əhməd Qarib kimi elmdən payı olmayan və ya mütəxəssis olmayan insanların kitablarına baş vurduğuna görə bu çaşqınlığa düşür. Həmçinin oxuyuram, İbn Həmdən rahiməhullahın kitabından oxuyuram ki, o qeyd edir bu məsələni. 55-ci səhifə İbn Həmdən rahiməhullah təlif etdiyi Nihayətül Mübtədin kitabının 55-ci səhifəsində buyurur: "Faqad təavvələ Əhməd ayətin və hadisə kəayətin necvə və qavlihi ən yətiyəhumullah və qala qudratuhu və əmruhu və qavlihi və cəə rabbuk qala qudratihi." Yəni İbn Həmdən rahiməhullah buyurur ki, İmam Əhməd bir sıra hədisləri, ayələri təvil etmişdi. Onlardan bir neçəsini qeyd edir. Onlardan nəyə qeyd edir? Ən yətiyəhumullah. Bəqərə surəsində ki, onlar yəni bulut kölgəsində Allahın mələklərlə bir yerdə gəlməyini mi gözləyirlər? Birinci bu ayədir. Sonra hansı ayəni gətirir? Və cəə rabbuk. Sənin Rəbbin gəldi ayəsini gətirir ki, İmam Əhməd bunu onun qüdrətinin, əmrinin gəlməsi kimi təvil etmişdi. Bu İbn Həmdənin açıqlamasıdır. Növbəti açıqlama İbn Zağuni rahimehullah Teala'nın qələmə aldığı məzhəbin etimad edilən kitablarından sayılan Əl-İdah fi Usul-id-Din kitabıdır. Həmin kitabın 297-ci səhifəsində İbn Zağuni rahimehullah buyurur: "Və əmmər rivayətü saniyə an Əhməd radiyallahu anh." İmam Əhməddən gələn ikinci rivayət hissə nədir? Fi ənəhu təavvələ zəlikə və ləm yəthbutil məci'u alə zahirihi vəl-ityanu alə həqiqatihi. Yəni gələn ikinci rivayət nəyi bildirir? İmam Əhməddən məci sifətinin
məcid sifətinin zahiri və həqiqəti üzrə gəlməsi sabit olmamışdır. Sonra da İbn Zağun rahimehullah bu barədə başlayır, yəni açıqlama verir, məsələlərə təfsilat gətirir. Yəni bunun əslində qüdrətinin və əmrinin gəlməsi kimi olduğunu açıqlayır. Təbii ki, bu məsələlərə həmin şəxs gedib özü baxar, bu şeylərin şahidi olar. Həmçinin İbn Rəcəb Əl-Həmbəli bu məsələ barəsində danışır. Onu özünü Fəth-ül Bari kitabının 9-cu cild 279-cu səhifəsində bu məsələ barəsində söhbət açır. Və həmin şəxs getsin bu qaynaqlara baxsın, görəcək ki, həqiqətən bu məsələlər bizim alimlər qatında sabit olmuşdur. Sonra bu şəxs nə edir? Sonra bu şəxs dediyim kimi həmin dərsdə bu Qadi Əbu Yələdən bu nəqli oxuyur. Yəni Qadi Əbu Yələnin bu məsələdə həmin yəni İbtal-ü Tərbiyə kitabında bu məsələni nəql edir. Sonra İbn Şaqillənin sözünü gətirir. Bu həmin məsələdə bu insan orada bir şeyi yanlış tərcümə edir. Deyir ki, onu zahiri mənası üzrə, halbuki həmin məsələni qeyd edim. Halbuki burada zahiri məna sözü yoxdur. Orada gəlir ki, yəni bildirir ki, və əradə Əbu İshaq bizəlikə ənə məzhəbəhu hamlul ayəti alə zahirihə. Yəni bununla, yəni Qadi Əbu Yələ nəyi demək istəyirdi? Nə üçün İbn Şaqillə buna etiraz bildirir? Yəni bildirmək istəyir ki, sadəcə İbn Şaqilləyə görə, yəni Əhmədin məzhəbi nədir? Bu sifətləri zahiri üzrə buraxmaqdır. Heç zahiri məna sözü yoxdur orada. Məna sözü yoxdur. Birinci məsələ. İkinci məsələ, bu insan buradan bir neçə nəqilləri oxuyur. Yəni İbtal-ü Təvvilə kitabından oxuyur nəqilləri və deyir ki, bu həmin nəqillər də isbat edir ki, təfvid etiqadını yəni kökündən dağıdır. Bu insan burada özü insanları ittiham etdiyi şeyi özü edir. Yəni məsələni təhrif edir, təlbisə baş vurur. Halbuki səmimi olsaydı və haqqı bəyan edən bir insan olsaydı, Qadi Əbu Yələnin öz kitabının başlığında qeyd etdiyi, mən keçən dərslərimizdə bunu qeyd etmişəm. Məsələni qeyd edərdi ki, Əl-Qadi Əbu Yələ nə buyurur? İbtal-ü Təvvilə kitabının əvvəlində buyurur ki, həmin məsələn Azərbaycancasını oxuyacam. Buyurur ki, Allahın kitabında gələn ayələr iki qismdir. Birincisi izaha apaçıq olandır. Murad edilən mənası zahiri ilə anlaşılır. Yəni murad edilən şeyin mənası zahiri ilə anlaşılır. Digər qism isə mütəşabihdir. Onun açıqlamasını yalnız Allah bilir və onun mənası ərəb dili ilə aydınlaşmır. Yəni bu əksində sənin gətirdiyin etiqadı kökündən darmadağın edir. Yəni sən burada məsələni təhrif edirsən, xüsusən Əl-Qadi Əbu Yələnin İbtal-ü Təvvilə kitabında, yəni sən nə demək istəyirsən? Sən bildirmək istəyirsən ki, Əl-Qadi Əbu Yələ müqəddimədə dediyi sözə kitabın içində müxalif mi olur? Yəni təzad mı təşkil edir? Təbii ki, təzad Əl-Qadi Əbu Yələnin kitabında deyir, təzad təbii ki, sənin fəhmindədir. Çünki sən nə üçün bu cür çaşqınlıqlara düşürsən? Çünki sən bizim elmi irsimiz olan kitablara, üsul və etiqad kitablarına qayıtmırsan. Ümumiyyətlə biz həmin şəxsə sual veririk. Nə üçün sən alimlərdən gələn bu nəqilləri bilmədən, bu nəqillər haqqında məlumatın olmadan, bu nəqilləri ciddi şəkildə araşdırmadan və ya bu məsələləri bilən insanlardan soruşmadan insanları təlbisdə, məsələləri saptırmaqda, məsələləri fəhm etməməkdə ittiham edirsən. Halbuki görünən odur ki, bütün bu deyilən sözlər sənin özünə daha çox uyğun gəlir. Və biz həmin şəxsin növbəti şübhəsini dinləyək. Sən təfvid iddia edirsən. Sən sifətin mənası qapalıdır. Sələfdən gətirdiyin dəlil iddiyana uyğun gəlmir. Əslində sələfdən gətirdiyin dəlil nə olmalıdır? Fəvvidu mə'anihə. Sifətlərin mənasını Allaha buraxın. Kimi? Sizin açıq-aydın sələfdən ifadələriniz, dəlilləriniz olmalıdır. Bu şəxs növbəti şübhəsində bildirir ki, bizim sələf imamlarından mənaların Allaha həvalə edilməsi ilə bağlı gələn sözlərimiz açıq deyil. Təbii ki, sən bizim dərslərimizi dinləsəydin, görərdin ki, bizim gətirdiyimiz məsələlər açıq-aydındır. Həm də sənin bu məsələlərin açıq-aydın olmasının səbəbi sənin bizim elmi irs olan kitablarımıza qayıtmamağındır. Mütəxəssis alimlər olmayan və elmdən payı olmayan insanların kitabına qayıdırsan, təbii ki, bunun üçün nə üçün edirsən? Sən öz etiqadını isbat edirsən, ancaq ki, halbuki bu şeylərlə özün təzada düşürsən. Və mən indi bəyan edirəm həmin nəqilləri, Azərbaycanda qısa da olsa bir ikisini qeyd edəcəm. Bəzən qeyd edim ki, yəni dinləyən müsəlmanlar görsünlər ki, əslində biz mənaların Allaha həvalə edilməsi barəsində gətirən nəqilləri açıq-aydın bəyan edirik. Orada sözlər qapalı deyil. Misal olaraq İbn Battah rahimehullah təala Əl-İbanətül Kubra kitabında buyurur ki, həmin nəqlin sonundan oxuyuram. Onlar həmin xəbəri sifətlərdən gedir söhbət. Onlar həmin xəbərlərin açıqlaması barədə suala tərk etmişlər və onun barədə elmin, onun mənaları barədə diqqətlə dinlə. Onun mənaları barədə danışmağı tərk etmək olduğunu etiqad etmişlər. Ha, nəyin mənaları? Xəbəri sifətlərin mənaları. Burada keyfiyyətdən danışmır. Növbəti nəqil. Növbəti nəqil İbn Rəcəb Əl-Həmbəli. Mən keçən dəfə bu nəqli oxudum. İbn Rəcəb Əl-Həmbəli Fəd'u İlmis-Sələf kitabında buyurur, doğru olan salih sələfin yoludur. Onlar təfsir etmədən, keyfiyyət vermədən və bənzətmədən sifətlər barədə gələn ayətlərin və hədislərin üzərindən ötüb keçərdilər.
onlardan hər hansı birinin, xüsusilə İmam Əhməd ibn Həmbəlin buna müxalif olması qəti olaraq səhih deyil. Həbəl onun mənalarına baş vurulmaz, ona misallar çəkilməzdir. İbn Rəcəb məsələn bəyan dedi ki, onlar onun mənasına baş vurmurdular. Yəni o məsələni geniş şəkildə anlatmışam. İnşallah gələcəkdə ehtiyac olarsa daha təfsilatlı şəkildə müsəlmanlara çatdırarıq. Bu da növbəti bir nəql. Sən deyirsən ki, gələn nəqllər açıq deyil. Amma biz əksini görürük. Növbəti nəql. Əbu Fadl Ət-Təmiminin qələmə aldığı İ'tiqadul İmamul Muməccəl kitabında Əhməd ibn Həmbəldən bu sifətlər barəsində soruşulur. Əhməd ibn Həmbəl daha aydın ibarə ilə buyurur ki, onun mənası barədə danışan isə bidət etmiş olacaq. Məgər burada ibarə açıq, aydın deyilmi? Nəyin mənası barəsində danışan? Xəbəri sifətlərin mənası barəsində danışan bidət etmiş olacaq. Növbəti bir nəql. Bizim məzhəbin etimad edilən kitablarından sayılan Nihayətül Mübtədiin kitabının müəllifi İbn Həmdən İmam Əhməddən nəql gətirir və deyir. İmam Əhməd dedi, sifətlər barəsində gələn hədislər mənaları araşdırılmadan gəldiyi kimi ötürülür. Baxın, dəyərli müsəlmanlar. Burada da açıq aydın bildirir ki, həmin sifətlərə iman necə olur? Onların mənası araşdırılmadan onlara iman edilir və zahiri üzrə buraxılır. Yəni Allaha həvalə edilir mənaları. Həmçinin biz həmin dərslərimizdə İbn Qudamənin qeyd etdiyi, mən açıq aydın bu məsələ barəsində danışdığı, təfsilata vardığı la keyfə və la məna ifadəsi barəsində də danışmışıq. Bu ifadələr hamısı açıq aydın göstərir ki, və məzhəbimizdə bərqərar olan görüşü göstərir ki, Həmbəli imamların əksəriyyəti dediyimiz kimi ədalət yönündən deyirik. Biz siz kimi məsələləri təlbis etmirik. Bildiririk ki, Həmbəli məzhəbinin görüşü və sələfin bu məsələdə görüşü xəbəri sifətləri mənasının Allaha həvalə edilməsidir. Bu şəxsin növbəti şübhəsini dinləyək. Bu mövzuda, bu babda sələflərin sözlərini cəm edəcəksən, bu zahir olacaq. Bu şəxs bu şübhəsində bildirir ki, ümumiyyətlə məsələləri doğru şəkildə fəhm etmək üçün mütləqdir ki, məsələləri cəm etmək lazımdır. Mən də həmin şəxsə bildirirəm ki, sən ümumiyyətlə bizim məzhəbdə təkcə məciz sifətinin təfsilatı ilə olan bağlı məsələləri belə cəm etmək gücündə deyilsən. Sən sələf imamlarının sözünü necə cəm edəcəksən? Ümumiyyətlə sən bu cür pafoslu sözlər işlətməmişdən qabaq sahib olduğun elmi gözdən keçirməyin daha məqsəd uyğun olardı. Yəni, biz bu şəxsin növbəti şübhəsini də dinləyək. Sələflərin qəsd etdiyi şey biraz öncə dediyimdir. Sələflər bu ifadələrlə iki şey qəsd ediblər. Təfsir etməyin, yəni bidət əhlinin təfsiri ilə təfsir etməyin. Təfsir etməyin ona görə yox ki, bu sifətlərin mənası bilinmir, qapalıdır. Təfsir etməyin, yəni keyfiyyəti haqqında danışmayın. Həmin şəxs bu şübhəsində bildirir ki, sələf imamlarından biz onları təfsir etmirik. Biz onları təfsir edən bir şəxsə də, kimsəyə də rast gəlmədik kimi ifadələrin iki mənanı əhatə etdiyini bildirirlər. Yəni, heç bir şey istisna etmədən bunun yalnız və yalnız iki mənanı əhatə etdiyini bildirir. Onlar da nədir? Bildirir ki, ya burada onların qəsd etdiyi bidət əhlinin təfsirindən gedir söhbət, ya da ki, burada Allahın sifətlərinə keyfiyyət verməkdən gedir söhbət. Əslində isə bu o göstərir ki, bu insan alimlərin ibarələri barəsində, oxuduğu ibarələr barəsində nə qədər cahildir və həmçinin oxuduğu şeyləri fəhm etmək iqtidarında da deyil həmin şəxs. O şeyləri fəhm edə bilmir. Ümumiyyətlə, sənin gətirdiyin nəqillərdə belə bir şey yox idi ki, Həmbəli imamları sələf imamlarının sözünə irad olaraq bildirsinlər ki, və ya da onu qeyd edərək bildirsinlər ki, burada qəsd olunan bidət əhlinin təfsiridir. Ümumiyyətlə, burada qəsd olunan Allahın sifətlərinə keyfiyyət verməlidir. Belə bir şey yoxdur və sən onu gətirmədin. Əgər bu sənin şəxsi yanaşmanıdırsa, sənin yanaşmağın, yəni sənin öz fəhminin, sənin gətirdiyin o fəhmin elmdə heç bir dəyəri yoxdur. Zaten o fəhmi, o açıqlamanı səndən də bizdən də xeyirli olan imamımız Şeyx İbn Teymiyyə rahimehullah təala onu gətirmiş, bizim imamlarımız isə onu qəbul etməmişlər. Və mən indi nəqillər oxuyacağam. Həmin nəqillərdə isbat edəcəm ki, əslində alimlər qatında təfsir, keyfiyyət vermək, təfsir etmək, təbir etmək, bunlar hamısı fərqli mənalardır. Birinci o nəqlə nədir? Misal olaraq, Teymiyyə Ələsinin yazdığı Əl-Musavvada kitabının 458-ci səhifəsində buyurur: ويلزم شرعا كل مسلم مكلف قادر معرفة صفاته التي تليق به والإيمان بما صح عن الله ورسوله صلى الله عليه وسلم مع التنزيه عن التشبيه والتجسيم والتكييف والتمثيل والتفسير والتأويل والتعتيل وكل نقص. Bildirir, mükəlləf olan və qadir olan hər bir müsəlmana şəriət vacibliyi yönündən uca Allaha yaraşan sifətləri bilmək, ha belə Allah və onun Rasulundan sallallahu aleyhi və səlləmdən səhih olaraq gələn xəbərlərə iman etmək
Sonra bununla yanaşı bənzətmək, cisimləndirmək. Diqqətlə qulaq as, həmin şəxsə bildirirəm. Cisimlə keyfiyyət vermək. Birinci keyfiyyəti qeyd edir. Sonra tay bərabər tutmaq, təfsir etmək. Artıq təfsirə arizə qeyd etdi. Arizə qeyd etmək onu göstərir ki, təfsir təkyif deyil. Yəni onu açıqlamağı alimlər qadağan edirlər. Sonra təvil etməyə gətirir. İbarədə gələn bu ifadələr göstərir ki, alimlər qatında təvil başqa bir şeydir, təfsir başqa bir şeydir, təkyif başqa bir şeydir. Sonra təvil etməyi bildirir. Təvil etməyi bildirir. Kökündən inkar etmək və nöqsanlar nisbət etmək kimi şeylərdən onu tənzih etmək gərəkdir. Yəni bir daha bildirirəm. Nəyi bildirir alim? Deyir ki, onu bənzətmək, cisimləndirmək, keyfiyyət vermək, tay bərabər tutmaq, təfsir etmək, arizə qeyd edir. Təvil etməyə arizə qeyd edir. Kökündən inkar etmək və nöqsanlar nisbət etmək kimi şeylərdən onu tənzih etmək gərəkdir. Yəni bunların hamısını ayrı arizə qeyd edir. Nə bənzətməyə də arizə qeyd edir, açıqlamağa, yəni təfsiri də arizə qeyd edir, təvili də arizə qeyd edir, təfsiri də arizə qeyd edir, təklifi də, keyfiyyət verməyi də, təvili də arizə qeyd edir. Həmçinin cəhmiyələrin gətirdiyi o təvil, əslində o təvil deyir, tə'tildir. Yəni sifətləri inkar etməyi də ayrıca qeyd edir. Həmçinin İbn Rəcəb Əl-Həmbəli Zeyl-i Tabaqat-ül Hənəbilə kitabında 3-cü cilddə İbn Qudam Əl-Məqdisini, yəni İmamımız İbn Qudam Əl-Məqdisini mədh edir, onun barəsində danışır, onun üsulda və furuda müxtəlif kitablar təsnif etdiyini bildirir. Sonra onu mədh edərək buyurur. Çox önəmli bir məsələdir. Bu onu göstərir ki, həmin insan ümumiyyətlə alimlərin ibarələri barəsində həqiqətən ziddiyyət içərisindədir. Və kənə kəsirəl mütəabəti lil-mənqul fi bəbil usuli və qeyrihi. Həqiqətən deyir ki, İbn Qudam Əl-Məqdisi yəni gələn nəqillərə tabi olmaqla tanınan idi. Yəni istər üsulda, yəni dinin əsillərində olsun və istər bu dinin furuatlarında olsun. La yara itlaqa ma lam yu'sar min al-ibarat. Yəni sələfdən bizə çatmayan ibarələri, ləfzləri işlətməzdi, yəni istifadə etməzdi. Və ya'muru bil iqrari vel imrari lima jaa fil kitab və sünnəti min as-sifat. Və o nəyə əmr edərdi? İbn Qudam Əl-Məqdisi Allahın kitabında və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnətində sifətlərlə bağlı gələn xəbərləri təsdiq etməyi, onun üzərindən gəldiyi kimi keçməyi əmr edərdi. Və sonra açıq-aydın bəyan edir ki, necə iman gətirməyi? Min qeyri təfsirin, onu açıqlamadan, təfsir etmədən. Və la təkyifin, görürsünüz, dəyərli müsəlmanlar, həmin şəxsə bildirirəm. Ona keyfiyyət vermədən, ona ayrıca qeyd edir. Ayrıca qeyd etməyi göstərir ki, biri digəri deyil. Və la təmsilin, ona tay bərabər tutmadan. Və la təhrifin, onu təhrif etmədən, dəyişdirmədən. Və la təvilin, onu təvil etmədən. Yəni burada kimi qəsd edir? Əşarilərin təvilini qəsd edir. Və la ta'tilin, bu da cəhmiyələrin ta'tilini qəsd edir. Onu inkar etmədən. Yəni təvil etmədən, təfsir etmədən, bənzətmədən, təhrif etmədən hamısını bizim alimlər ayrı-ayrılıqda qeyd ediblər. Ayrı-ayrılıqda qeyd edir. Bu da isbat edir ki, ümumiyyətlə sənin gətirdiyin, yəni sələf imamlarının sözlərindən anlaşılan budur ki, ya bu keyfiyyətdir, ya da ki, bidət əhlinin verdiyi təfsirdir, bu sözün sənin batildir, heç bir əsası yoxdur bizim Həmbəli imamları qatında. Mən həmin nəqilləri oxudum. Hətta biz bilirik ki, İbn Rəcəb Əl-Həmbəli və həmin nəqli oxuduq. Həmin nəqildə nə bildirir? Bildirir ki, bayaq oxuduğum nəqlidir ki, doğru olan sələf-i salihin yoludur. Onu təfsir etmədən və keyfiyyət vermədən, burada da açıq-aydın bir-birindən ayırır. Yəni bu onu göstərir ki, biri digəri deyil. Əgər biri digəri olsaydı, bu təkrar olardı və bu mənasız bir şey olardı. Və biz inşallah dəyərli müsəlmanlar, həmin şəxsə verdiyimiz birinci rədiyyəni burada bitiririk. Növbəti dərsdə inşallah həmin şübhələr barəsində danışmağa davam edəcəm. Velhamdülillahi Rabbil alemin.